Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 25 iyun 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Mingəçevirdə 8 noyabr elektrik stansiyasının açılış mərasimi keçirilib başlıqlı məlumat öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra dövlətimizin başçısı 8 noyabr elektrik stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb, İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib. Söz gedən bu yazımızın davamı isə qəzetimizin ikinci səhifəsində yer alıb ki, ətraflı tanış olmaq üçün bu səhifəyə nəzər yetirə bilərsiniz. Qəzetimizin 3-cü səhifəsində də Mingəçevirdə 8 noyabr elektrik stansiyasının açılış mərasimi keçirilib başlıqlı məlumatın davamı yer alıb. Bu səhifədə isə İtaliya Respublikasının şirkətlər və Made in Italy naziri Adolfo Ursonun çıxışı, həmçinin İtaliyanın Ansaldo Energia şirkətinin baş icraçı direktoru Fabrizio Fabrinin də çıxışı yer alıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının mənzil inşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasında dəyişikliyi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı da 4-cü səhifəmizdə dərc olunub. 5-ci səhifədə yer alan məlumatların başlıqlarını diqqətinizə çatdırırıq. Prezident İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və Made in Italy nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, həmçinin Çinin Dongfang Electric International Corporation şirkətinin idarə heyətinin sədrini də qəbul edib. 6-cı səhifədə Nur şəhərindən daha aydın gələcəyi başlığı ilə əhatəli bir yazı öz əksini tapıb. İyunun 24-də Mingəçevirdə 8 noyabr elektrik stansiyasının açılışında İtaliyanın Made in Italy naziri Adolfo Ursonun, həmçinin Çinin Dongfang Electric International Corporation şirkətinin idarə heyətinin sədri Chen Qiang'ın çoxvektorlu siyasətin parlaq nümunələridir. 7-ci səhifədə isə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatları yer alıb. İsrail ilə İran arasında atəşkəs elan edilməsini alqışlayırıq. Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş gələn qüvvəyə minəcək. Yunanistanlı diplomatlar Azərbaycanın dəstəyi ilə İrandan təxliyə olunublar. Son olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi bürosunun sədri seçilib başlıqları ilə məlumatlar yer alıb. Leyla Əliyeva və Arzu Əliyeva Gənc Arıcı layihəsinin iştirakçısı ilə görüşüb, həmçinin Xızıda Uşaq Gənclər İdman Şahmat Məktəbinin açılışında iştirak ediblər. Başlıqları ilə məlumat 8-ci səhifədə dərc edilib. Söz gedən ikinci məlumatda qeyd olunur ki, səfər çərçivəsində Leyla Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan Xızı rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin açılışı olub. Yenilənmiş məktəb binası lazımi tədris avadanlıqları ilə təchiz olunub, uşaqların intellektual inkişafına yönəlmiş təlim şəraiti yaradılıb. 24 iyun Dənizçilər gününə həsr edilmiş dəniz nəqliyyatı, institusional islahatlar və beynəlxalq etimad başlığı ilə maraqlı bir yazıda 9-cu səhifədə yer alıb. Hər il iyunun 25-i dəniz nəqliyyatı sahəsində çalışanların peşə bayramı Dənizçi günü kimi qeyd olunur. Bu, dəniz nəqliyyatının inkişafında və ölkənin iqtisadi təhlükəsizliyində mühüm rol oynayan, həyatlarını fədakar və məsuliyyətli bir peşəyə həsr etmiş dənizçilərə verilən yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyevin 19 iyun 2014-cü il tarixli sərəncamı ilə bugünün qeyd olunması ölkənin nəqliyyat strategiyasının dəniz nəqliyyatının daha da möhkəmləndirilməsinə xidmət etmişdir. 10-cu səhifədə isə 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı Ulu Öndərin yaratdığı Yenilməz Azərbaycan Ordusu başlıqlı məqalə öz əksini tapıb. Bugün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam edir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Silahlı qüvvələrimiz daha da modelləşdirilib. Ən son hərbi texnologiyalar orduya cəlb edilib, möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın ümumilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın bariz nümunəsidir. Günün siyasi nəbzi də 11-ci səhifədə tutulub. Bu səhifədə yeni nəhəng elektrik stansiyasının açılışı tarixi hadisədir başlığı ilə məqalə yer alıb. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlət başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərlər nəticəsində bir çox istiqamətlər üzrə gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev, Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb. 12-ci səhifədə isə çox qütblü dünya nizamında ölkəmizin sabitlik doktrinası başlıqlı məqalədə bildirilir. Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynayan strateji tərəfdaşa çevirən geosiyasi əhəmiyyətli sənəd
Bu gün TANAP və TAP kimi nəhəng kəmərlərdən axan Azərbaycan qazı İtaliya, Yunanistan və Bolqarıstan kimi ölkələrin enerji balansında mühüm yer tutur və bu coğrafiyanın genişləndirilməsi istiqamətində işlər də davam etdirilir. 13-cü səhifədə böyük qayıdışla bağlı Azad torpaqlarda firavan həyat, böyük qayıdış uğurla icra olunur başlığı ilə məqalə yer alıb. Bugün yeni həyatla nəfəs alan Həsənriz kəndi Tərtər çayının sol sahilində yerləşir. Həsənriz adı özündə həm nizam, həm dirəniş, həm də möhtəşəm bir keçmiş daşıyır. Bu torpaq coğrafi sərhədlərdən çox uzaqlarda yerləşən ruhi sərhəddir. Hər qarışı, hər daşı, hər zərrəsi qanla yoğrulmuş müqəddəs bir yaddaşdır. O, tarix kitablarının səhifələrində deyil, şəhid qanı ilə suvarılmış bu yurdun torpağında yazılıb. Ermənistanın saxta tarixi, özgə evində yazılmış uydurma senari başlığı ilə gündəmlə səsləşən bir yazımızda qəzetimizin 14-cü səhifəsində dərc edilib. Əsrlərlə bir xalqın yaşadığı, övladlarını böyütdüyü məkanların adlarını dəyişdirməklə onların kimliyini, varlığını siləcəyini düşünən Ermənistan bu vandalizmə dövlət siyasəti də onu geyindirir. Nəticədə isə kağız üzərində armudlu tanzut olur, göl liçlə əvəzlənir. Ermənistanın bu siyasəti hələ Daşnak hökuməti dövründə 1919-cu ilin dekabrından başlayıb. Onlar hansısa zavod açırmış kimi Daxili İşlər Nazirliyinin nəzdində xüsusi komissiya yaratmışlar. Bu komissiyanın işi çaylara, dağlara, kəndlərə erməni donu geyindirmək idi. Sovet dövründə isə bu ad soyqırımı daha sistemli bir hal aldı. 15-ci səhifədə Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın maraqlı və vacib məlumatları yer alıb. Erdoğan İsrail və İranı atəşkəsə əməl etməyə çağırıb. Putin milli messengerin yaradılması haqqında qanun imzalayıb. Zelenski, Ukraynanın NATO'ya daxil olması ehtimalı azdır. İsrail Suriya ilə birbaşa danışıqlar aparır ki, məlumatlar burada öz əksini tapıb. Beləliklə, bugünkü nömrəmizin də son səhifəsi hər zamanki kimi idman daim zirvələrdə və hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.